Havaların qeyri-sabit keçməsi insan orqanizmində müəyyən fiziki dəyişikliklərə yol açır. Fəsil dəyişikliyi zamanı əsasən də orqanizmi zəif olan insanların səhhətində problemlər yaşanır. Nəzərə alsaq ki, payız fəslinin artıq 3-cü ayını yaşayırıq. O zaman payızda depressiv xəstəliklər, hava damcı yolu ilə keçən xəstəliklər və ruhi sarsıntılar özünü daha çox biruzə verir. Fəsil dəyişkənliyi zamanı insan orqanizmində immunitet zəifliyi yaranır ki, bu da təbii ki, qrip, bronxit, asma, soyuq dəymə kimi xəstəliklərin yaranmasına səbəb olur. Fəsil dəyişikliyi ilə əlaqədar olaraq insanlarda immun sisteminin zəifləməsi ilə əlaqədar olaraq tez-tez xəstələnmə, tez-tez soyuq dəymə halları müşahidə olunur. Biz bunu əlaqələndiririk xəstələrin normal qida sisteminin olmaması ilə əlaqədar olaraq, yəni qidalanmalarına düzgün riayət eləməməkləri ilə əlaqədar olaraq. Qeyd edək ki, havaların dəyişməsi uşaqlara və yaşlı nəslin nümayəndələrinə daha çox təsir göstərir. Həkim-terapevt Aytən Eyvazova yaranmış gərginliyi aradan qaldırmaq üçün bəzi məsləhətlərini də verərək müəyyən müalicəvi və profilaktik tədbirlərin görülməsini vacib hesab etdi. Xəstələrə məsləhətimiz odur ki, öz sağlamlıqlarına ciddi nəzarət eləsinlər, vaxtı-vaxtında həkimlərə müraciət eləsinlər, vaxtı-vaxtında öz sağlıqları ilə əlaqədar olaraq heç olmasa ildə bir dəfə, 2 dəfə ümumi müayinələr, ümumi qan analizi, CD analizi bu müayinələrdən keçsinlər. Yeməklərində daha çox təbii qida məhsulları, mövsümi meyvələrdən istifadə etmək, vitamin preparatlarını qəbul etməyi məsləhət görərik. Fəsil dəyişkənliyi insanlarda psixoloji problemlər də yaradır. Yorğunluq, halsızlıq, depressiya, çox yatmaq istəyi və s. bu kimi halları payız ayları gələndə bir çoxlarının əhval-ruhiyyəsində hiss etmək olur. Təbiətdə baş verən bu proseslər insanlara mənfi təsir edir. Hər bir fərdin özünə məxsus xarakterləri və xüsusiyyətləri var. Eləcə də ki, təbiətin bizə bəxş etdiyi bu 4 fəslin özünə məxsus şırtaqları var. Hansı ki, hava yağışlı, buludlu, sərt, qarlı olması ilə özünü göstərir. Sanki bu da havanın belə deyək göstərdiyi şırtaqlığın bir göstəricisidir və ona görə də havaya olan münasibət isə təbii ki, fərdin xarakterinə və həyat tərzindən asılıdır. Hansı ki, hər birimiz xarakterimizə uyğun havaya bir cür belə deyək münasibət bəsləyirik və bu münasibəti sərgiləməyə çalışırıq. Bu da insanların temperamentindən asılıdır ki, havanın necə olması olan həyat tərzinə, ümumiyyətlə sağlamlığa necə təsir göstərir. Psixoloq Elnara Eminova onu da bildirdi ki, havaların tez qaralması, günün tez bitməsi insanlarda ruh düşkünlüyü yaradaraq evə qapanma hallarını biruzə verir. Belə zamanlarda insanların musiqi dinləməsi, gəzintiyə çıxması daha çox məsləhətlidir. Bunun üçün çox gözəl bir mövsümə uyğun filmə baxa bilərlər və yaxud da ki, çox sevdikləri pozitiv bir musiqiyə qulaq asa bilərlər və çalışmalıdırlar heç olmasa həftə ərzində 3 gün eyni saatda dursunlar və eyni saatda yatmağa belə deyək yönlənsinlər ki, bu cür hava onlara təsir göstərməsin, onlarda iştahsızlıq, yuxusuzluq, xroniki yorğunluq hökm sürməsin. Bunlar başlıca şərtlərdən birincisidir və hər birimiz buna riayət etsək, mütləq şəkildə havaya adapte olacağıq və heç bir negativlik nə bizim həyat tərzimizdə, nə bizim xarakterimizdə özünü göstərməyəcək və bu da bizim ətrafımıza qəti sürətdə yansımayacaq. Gül Əlquliyeva, Firuzadə Gözəlov, Elbrus İsmailov, Dünya TV.